Pensiya yaşı 70 oldu. Pensiya yaşı 70 oldu. Görək hardadır bu 70 yaşında pensiya çıxmaq istəyənlər. 2006-cı ildən pensiya yaşını ömür uzunluğuna görə təyin edilən Danimarka bu yaş həddini hər 5 ildən bir nəzərdən keçirir. Mən deyərdim ki, elə Danimarkanın bizdə də eynidir. Yəqin ki, onların da duması, parlamentin üzvləri bizimkilər kimi hər il nəzərdən keçirir ki, cavanlaşma olmasın, qocalma olsun ancaq. 124 xəbər verir ki, hazırki qanun 67 pensiya yaşı 2030-cu ildə 68, 2035-ci ildə 69-a yüksələcək. Bizdə yox, Danimarkada. Yeni qaydaya əsasən 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəsin pensiya yaşı 70 olacaq. Allah bizi, bax bu onlarda tətbiq olunmuş o qanunlardan uzaq etsin. Bəli, qeyd edim ki, qanun cümə axşamı 81-də 81% və 21% xeyr səsi ilə təsdiqlənib. Yəni 81%-dən təsdiqlənib ki, pensiya yaşı 70 olsun və eyni zamanda sosial demokratların baş naziri Mette keçən il deyib ki, pensiya yaşının avtomatik artırılması prinsipinə indi yenidən baxılmalıdır. İnsanların daha bir il işləməli olduğunu söyləməyə davam edə bilərik. Yenə də deyirəm, Allah bizimkiləri bu xoşa gəlməyən qanunlardan gözləsin.